Florentino Perez yenə öz ampluasında. Real Madriddə hər şey əvvəlki kimi davam edir. Necə deyərlər, köhnə hamam, köhnə tas. Florentino Perez'in qərarı ilə Real Madridin fiziki hazırlıq üzrə sabiq məşqçisi Antonio Pintus yenidən əsas komandada işləyəcək. Perez bu yolla əsas komandada hökm sürən zədələr sindromu ilə mübarizə aparmaq fikrindədir və o düşünür ki, bu vəziyyətdə Antonio Pintus əsas və yeganə çıxış yoludur. Mən isə xatırlatmalıyam ki, hələ ötən mövsüm Antonio Pintus əsas komandada fiziki hazırlığa nəzarət edəndə həmin bu məsələyə cavabdeh olan şəxs olduğu zaman belə 2024-2025 mövsümündə Real Madridin heyətində kifayət qədər zədəli futbolçular olurdu və ötən mövsüm Real Madridin ən böyük problemlərindən biri də məhz zədələr idi. Həmin o zədələrə hardasa cavabdeh olan şəxs futbolçuları məşqlərdə həddindən artıq yükləyən Antonio Pintus yenidən Real Madridin əsas komandası ilə işləyəcək. Mən həmişə bunu deyirdim, indi də təkrar edirəm. Real Madriddə Florentino Perez məşqçilər korpusunun düzəməlli işləməsinə imkan vermir. Hazırda Real Madriddə Alonsonun özü ilə bir yerdə gətirdiyi fiziki hazırlıq üzrə mütəxəssis var. Qoy mövsümün sonuna qədər həmin şəxs öz vəzifəsində qalsın və yaxud Alonso gedəndə onu da yola sal, ondan sonra Pintus'u gətir. Mövsümün ortasında Pintus'u bu dəqiqə gətirməyin mənası nədir axı? Hələ nə qədər maçlar var? İspaniya Kubokunda, Super Kubokunda, La Ligada, Çempionlar Ligasında oyunlar var. Və bu qədər yüklənmə olduğu bir zamanda Antonio Pintus'u da gətirib məşqlərdə futbolçuları əlavə yükləmək nə dərəcədə məntiqə uyğundur? Bir sözlə, videonun əvvəlində dediyim kimi, köhnə hamam, köhnə tas. Qaldı Ancelotti'ni qaytarmaq. Ancelotti də Real Madrid'e qaytarsa, hər şey tam düzələcək. Florentino Perez'in beynində qurduğu o ideal Real Madrid yenidən qayıdacaq.